O insanlar ki məni qınayır, sənin əlin qabar, nə bilim üstün batı. Allahı bu günlər üçün həsrət çəkmişəm mən. Hayal edə bilməzdim ki, biz bu boyda ola bilərik. Aşağı yuxarı İranda neçədən yüklü maşın var? Aşağı yuxarı arası 40-45 arası. Əgər Allah Taala bizə təmiz paltarı, əlimizin qabarın bizim əlimizdən alacaq. Alnımızın tərin bizim əlimizdən alacaq. Təmiz paltarı bizə nəsib edəcəksə, bundan onun yerini dəyişəcəksə, o həyatı bizə nəsib eləməsin. Mən Abdullayev Abdullah, 21 sentyabr 1973-cü il Azərbaycan Masallı rayonunun Əkvan qəsəbəsində dünyaya göz açdım. O vaxtlar kənd idi, indi qəsəbədir. İndi hal-hazırda Masallı Əkvan qəsəbəsində fəaliyyətimlə məşğulam. Əkvan Transport Beynəlxalq Yükdaşıma şirkətinin rəhbəriyəm. Uzun illər beynəlxalq yükdaşıma ilə məşğuluq. Dünyanın 4 bin yanından yükdaşıma həyata keçirdərək topladığımız təcrübəni Azərbaycanımızda, Masallımız və Əkvanımızda həyata keçirtmişik. Həyat hekayəmiz bundan ibarətdir ki, ailədə 13 nəfər üzvü idi. Ata, ana, 11 övlad idi. Çox kasıb bir ailənin övladı idi. 7 qardaş, 4 bacı idi. Hal-hazırda qardaşlardan biri rəhmətə gedib, ata-anamız rəhmətə gedib. İndi qalanlar da Allah sağ-salamatdır, mehriban bir ailəmiz var. O vaxtlar bu günlər yox idi. Bu işıq, bu şərait, bu xaladenlik, bu isti yeməklər, o sərin sular. İndiki o zaman o vaxtlar yox idi. Quyunun sərin suyu, çölündə istisi. Yəni o əzablı günlərin formalaşıb bu yerlərə gəlib çıxan insanın həyat hekayəmiz bundan ibarətdir ki, kəndçi idik, heyvan qara saxlayardıq, əkin əkərdik. Atam qaralçı idi. 70 manat maaş alardı. Qəndi pəsöyi çox, yəni qısa alardılar. Yəni uşaqlar sayına görə 2 dənə qənd, 3 dənə qənd. Hər kiçik və böyük uşaqlara bu formada, yəni şəkəri 3 qaşıq yox, 2 qaşıq o durumda yaşayan insanları evlərimizin üstü sual idi. Yağış yağanda üzümüzə yağış yağmasın. Valideynlərimiz bizi çıxardardı sualın altına. Qapılar qoyardıq evlərə. Yəni, bu deməm, bu şeyləri ona sadalayıram ki, Allah Taala istəyirsə bir insanla məhsul alsın, o acınacaqlı, əzablı günləri yaşadır ki, gələcəkdə ondan bir məhsul alsın, insanlara faydalı bir insan olsun, formalaşsın. Çox acınacaqlı günlərimiz olub, qoyun otarmışıq, çöldə ot biçərdik. Çölün bitkilərindən, quzqulaqdan, bulaqotudan, yarpızdan yığıb, aparıb bazarda satardıq. Nəhayət, gəldik, formalaşdıq. 4-cü sinifə qədər